Əziz şagirdlər, bildiyiniz kimi bu ildən 9-cu və 11-ci sinif şagirdləri üçün yeni toplular çıxıb. Əvvəlki toplularla suallarda eyniliklər çox olsa da, həmçinin yeni suallar da var və bugündən etibarən mən sizlər üçün bu toplulardakı mövzular üzrə testlərin izahını da verəcəyəm. Əvvəlcə başlayırıq. 9-cu sinif toplusu, 1-ci bölmə now. Birinci sualda bizdən istəyir təksim. A variantında fit sözü pozur. B variantında doğrudur. Hamısı təkdədir. İşarələyəcəm həm də. C variantında polis sözü pozur. D variantında geese və people sözləri pozur. Y-də isə tease sözü pozur. Doğru cavab B. Leaf, mouse və person. İkinci sualda bizdən soruşur cəm isimləri. Money təkdə, goose təkdə, mice cəmdə, jeans cəmdə, advice tək, tease sözü cəmdə, deməli tooth, tease olub, mouse, mice olub, jeans sözü isə həmişə cəmdədir. Doğru cavab 3, 4, 6 D variantı. Üçüncü sualda cəm isimləri soruşur bizdən. Yenə bir doğrudur. Goose olub geese. Trouser sözü həmişə cəmdədir və clothes, paltarlar sözü cəmdədir. 1, 3, 5. Doğru cavab A. Dördüncü sual compound, mürəkkəb isimlər. 1. Movement pozur. 3-də demonstration, düzəltmədir, pozur. 2 düzdür, cherry, tree. 4. Pen, name və 5. Snowman. 6-da da friendship-də ship şəkilçidir, pozur. Doğru cavab 2, 4, 5 D variantı. 5-ci sual compound, mürəkkəb isimlər. A variantında kingdom sözündə dom şəkilçisi pozur. B variantı doğrudur. Oil, field, butterfly, headache. C variantında friendship pozur. D variantında economy sözü pozur. Y-də isə actor sözü sıranı pozur. Doğru cavab B. 6-cı sual compound, mürəkkəb isimlər. A variantı ilə doğrudur. Rainbow, railway və mail. Digər variantlarda B-də leadership şəkilçidir. C-də development pozur. D variantında brotherhood pozur. Y variantında isə agreement və servant sözləri sıranı pozur. 7-ci sual tək isimləri soruşur bizdən. Doğru cavab A. Hər üç söz təkdədir. B variantında pen friends. C-də sportsman. D variantında balls. Y variantında isə scales sözü sıranı pozur. 8-ci sual cəm isimləri soruşur bizdən. A variantında luggage. B variantında hair təkdədir. C-də progress news təkdədir. D-də money advice təkdədir. Y variantı leaves və photos sözlərində S var cəmdədir. Mice-da kökdən cəmlənib mouse olub mice. 9-cu sual tək isimlər. A-da police cattle sıranı pozur. B variantı doğru görünür. Watch, face, mouse. Görək bəs digər variantlar. C variantında mice sıranı pozur. D-də carrots və arms pozur. Y-də isə goods sıranı pozur. 10-cu sual cəm isimlər. A variantında school təkdədir. B-də child və life sıranı pozur. C-də parrot sıranı pozur. Y-də box sıranı pozur. D variantı oxen cəmdədir. Ox, oxen, text və shorts-da da S var. 11 cəm isimlər. Mouse olub mice, goose olub geese və woman olub women. Doğru cavab 1, 3, 5. Yəni, hansı variant? B. 2-də news sözün sonunda S olsa da news həmişə təkdədir. Peace tək, child tək. 12 tək isimləri soruşur bizdən. Foot, feet, cəm. Mouse, mice, cəm. Scissors, həmişə cəm. 2, 4, 6 C variantı. 13-cü sual compound, mürəkkəb isimlər. 1-də kindness, B-də development, C-də actress,
D-də agreement sıranı pozur. Y variantı doğrudur. Armchair və bathroom. 14-cü sual bizdən yenə compound mürəkkəb isimləri soruşur. A variantında kingdom pozur. B-də development pozur. C-də happiness. D variantı doğru. Y variantında isə information sözü sıranı pozur. 15 compound mürəkkəb isimləri soruşur bizdən. A variantında hansı söz pozacaq? Kingdom. B variantı doğru. Hair, brush cəmdədir. Timetable cəmdədir. Salesman, cəm deyirəm daha doğrusu mürəkkəbdir. Salesman mürəkkəbdir. C-də development pozur. D-də foundation. Y-də isə brotherhood. Doğru cavab B. Hər üçü compounddur. 16 yenə compound mürəkkəbləri soruşur bizdən. A-da freedom pozur. B-də movement writer düzəltmədir. C variantı chair, mantus, brush, pen, knife. Doğru cavab C. D-də hostess sözü pozur. Y-də isə childhood sıranı pozur. 17 yel tapmalıyıq. Bu testdə nəyə fikir verməliyik? İngilis dilində these sözündən sonra isim cəmdə gəlir və men sözü də cəmdə. Kökündən cəmlənən, yəni S-lə cəmlənməyən isimlərin yeliyalı, hansı isimlər ki S-lə cəmlənmir, onların yeliyalı apostrof S-lə düzəlir. Doğru cavab A. Görə digər variantlar niyə səhvdir? B-də this-lə fikir verin, cəm olar, amma mən sözü təkdədir. Yəni this, men olmalıydı. C-də mən sözünə ümumiyyətlə S artırıblar. Yəni fikir verin, mən sözünə S artıra bilmərik biz. Onun cəmi men olur ümumiyyətlə. Burada da apostrof S olmalıydı dətlə. D-də maraqlıdır. This-dən sonra gəlməlidir tək isim. Amma fikir verin, men cəmdə işlənib. Ona görə səhvdir. Y-də də ki, menə S artıra bilmərik. Doğru cavab A. Sonra 18-ci sual. Tək isimləri soruşur bizdən. A-da people, clothes pozur. B-də feet. C-də women, police. Y-də də tees və trousers sıranı pozdu. Doğru cavab D. Sözün sonunda 2 S varsa o təkdədir. Traffic və E sözləri də təkdə. 19-cu sual yəliyə aid bir testdir. İkinci sualdan başlayaq ki, fikir verin. Əgər yəli halda görsəz ki, çətinlik çəkirsiniz, tapmaqda çətinlik var. O zaman mən sizə asan bir metod deyim. Apostrofu tutursunuz parmağınızla, saxlayırsınız. Sanki o yoxdur orada. Fikir verin, women's verib. Axı, İngilis dilində women's sözü yoxdur. Yenə, baxın, apostrofu tutaq. Child's. Axı, İngilis dilində child sözü yoxdur. D-yə baxaq. Bird. Bəli, tək sözdür. Təklərin də yəliyalı apostrof S doğrudur. 4-də fikir verin, apostrofu saxlamışıq. Mən. Bəli, mən sözü təkdə, təklərin yəliyalı apostrof S. 5-də tuturuq yenə apostrofu. Workers. S-lə cəmlənən bir isimdir. Əgər isim S-lə cəmlənirsə, biz S-dən sonra apostrof artırırıq. Və doğrudur. 1, 4, 5 Y variantı. 20-ci sual. Eyni qaydada gəlin A variantında apostrofu tuturuq children's. Children's səhvdir axı. B-də apostrofu tuturuq, fikir verin men's. Yəni hələ bu isim səhv cəmlənib ümumiyyətlə men's verilib. Fikir verin D-də ships. Ships sözü yoxdur, axı sözün özü shipdir, apostrof S olar. Y-də policemen's pozur. C-yə baxaq, deyə, bəli, deyə sözü var, təkdə də deyədir, cəmdə də deyədir və onun yəliyalı apostrof S-dən düzəlir C. 21-ci sual, yəliyal, yəni 3-ə baxın, tuturuq apostrofu ships. Ships sözü yoxdur axı. Və yaxud 4-ə baxın, men's sözü yoxdur axı. 1. Women apostrof S. Children apostrof S. Sportsmen apostrof S. Hansı isimlər ki S-lə cəmlənmir? Məsəl üçün kökdən cəmlənir. Onların yəliyalı ilə təkdə də apostrof S-dir. Cəmdə də apostrof S-dir. 1, 2, 5. 22-ci sual. Compound, mürəkkəb isimlər. A variantında tradition sözü pozur. B-də doğru. Ink, pot, matchbox, salesman,
C variantında application pozur. D-də society və attendance sözləri pozur. Y-də project sözü pozur. 23, 24 yenə 2 compound testi. A-da waitress sözü düzəltməli pozur. B-də childhood pozur. Spaceship burada mürəkkəbdir. Ship gəmi mənasındadır, amma childhood pozur. C variantı doğru. Bus, house, work, room, salesman. D variantında brotherhood pozur. Y variantında freedom pozur. Doğru cavab C. 24 compound yenə. A. Sportsman, snowball, football. Doğru cavab A. B-də nə pozar? Nephew. C-də nə pozar? Dictionary. D-də strengths düzəltmədir. Y-də duty sadədir. A. 25 compound. A. Da görmən. Frenchman mürəkkəbdir, amma görmən yox. Görmən sözün özü elədir. B-də development. C-yə baxaq. Toothbrush, spaceship. Bəli. Ship sözü gəmidir və məşhur sözlər var. Warship, spaceship, battleship. Onlar mürəkkəbdir. D-də appointment pozur. Y-də neighborhood və hardship. 26-da mürəkkəbdir. A variantı spaceship, kosmik gəmi. E-yə mail. B variantında information pozur. C-də movement pozur. Y-də leadership. Burada artıq düzəltmədir. Liderlik. Y-də görək nə pozur. Nomen sözün özü belədir. 27-ci sual. Yəliyal. Women-ə S artırmaq olmaz. Və children-ə S artırmaq olmaz. 4 düzdür. Men, apostrof S və 2 düzdür. Görsəz ki, cümlənin sonlarında apostrof S-dən söz verilir və Y zəfli funksiyasındadır. Onu biz yəli götürürük. At John's, John Gill'də, yəni at John's place. At Baker's, Butcher's, Doctor's, at my uncle's. Bunlar həmişə yəli-yəl sayılır. 2, 4, D. 28 cəm isimləri soruşur bizdən. A-da bread pozur, B-də shirt pozur, C-də ice cream, D-də snow, Y variantı zebras və X sözün sonunda S var. 29 cəm isimləri soruşur bizdən. A-da school, child pozur, B-də ball, C-də cake, D variantı doğru. James S-lə cəmlənib, games və mice-dakı mouse sözün cəmidir. Y-də də book sözü pozur. 30 tək isimlər. Dishes, pianos, cəmdə axırlarında S var. Oil, food, hen. 3, 4, 5, B variantı. 31-ci sual. Mürəkkəb isimlər. Çox rahat bir sual. Sand, castle, tooth, paste. 1, 4, C. 2-də wisdom düzəltmədir. Dom şəkilsi wise artırılır və 3-də də novelist düzəltmədir. 32-də compound soruşur. Rain, bow, statesman. Doğru cavab Y. 1-də servant, serve-dən yaranıb. 4-də darkness, dark-dan yaranıb. Düzəltmədir. 2, 3. 33 tək isimlər. A variantı. Görək digər variantlarda səhv nədir? B-də glasses cəmdə. D-də monkeys cəmdə. C-də balls cəmdə. Y-də tools sözü cəmdədir. 34. Elə cümlə seçməliyik ki, orada isim təkdə olsun. Pyjamas cəmdə, children, bananas cəm, pillows, beds, guests cəmdə B. Boy və coat sözləri təkdədir. 35-də isimlər seçməliyik. Tourist, turist, decoration, dekorasiya, bəzək. 2-də useful, sifətdir, faydalı. 3-də brave, cəsarətli, sifətdir. 36 compound, mürəkkəb isimləri seçməliyik. Hair, brush, sand, storm, war, ship, D. 3-də anniversary sözü mürəkkəb deyil. 5-də də importance mürəkkəb deyil. 37-ci sual. Keçək 37-ni tapaq. Deyəsən 37-ci sual baxaq düşüb bizdə. Bəli, 37. Compound, mürəkkəb isimləri tapmalıyıq. Suit, case. Tea, pot. Rain, drop.
2, 3, 5 C variantı. Necessity sözü və admittance sözləri düzəltmə isimlər olduğuna görə sıranı pozdu. 38 isimləri tapmalıyıq. A-da weak, zəif sifətdir. C-də fluent, səlis sifətdir. B-də strong, güclü. Y-də hot, isti sifətlərdir. D. Game, oyun. Dress, paltar, don. Wood, taxta, odun. Həmçinin meşə mənası da var. 39-da tək isimlər, daha doğrusu isimlər. Wide, geniş. Short, qısa. Salty, duzlu. Alike, oxşar. Dusty, tozlu, pozur sıranı, Y variantı. Fire, od, alov, shelter, sığınacaq. Fox isə tülkü. 40-da sayılmayan isimləri seçməliyik. A-da river, sea, city hər üçü sayılır. B-də job sözü sayılan isimdir. D-də pupil, şagird, folk, çəngəl sayılır. Y-də pencil, qələm sayılır. Karandaş sayılır. C, milk, süd, mayedir sayılmır. Butter, yağ sayılmır. Rice, düyü, qidadır sayılmır. 41-də də sayılmayan isimləri seçməliyik. A variantı leaf, yarpaq sözü, statue, abidə sözləri sayılır. B-də sing, əşya, foot, ayaq sayılır. D-də policeman sayılır. Y-də həmə, çəkic, victory, qələbə sayılır. C, knowledge, bilik, progress, inkişaf, ice, buz sayılmayan isimlərdir. 43, yəliyal. Today's date, bugünün görüşü, elə doğru cavab ad. Digər varianta baxaq. B variantında apostrof S-dir, amma o is sözünün qısa formasıdır. İsim, birincisi yəli olması üçün özünə su isim gəlməlidir. İsim yoxdur, həm də cümlənin xəbəri yoxdur. Deməli, xəbər apostrof S-dir, is. Let's sözü heç vaxt yəli deyil. Got gəlibsə, o has gotdur. Y-də fikir verin, yenə isim gəlməyib, bax. The weather is very cold. 43-cü sual. Yəliyal, bəli, children apostrof S-ilə düzəlir. Əla və 4. My parents' house. Mənim valideynlərimin evi 1-4. Valideynlərimin, yəni bir evi də ola bilər. 2-də fikir verin, 5-dan sonra cəm gəlməlidir, amma necə gəlib? Day. 5 day ola bilməz axı. Birincisi 5 days S olmalıydı, sonra apostrof. 3-ə də baxın, eyni qaydada. To, week veriblər. To ilə weeks. Birincisi S olmalıydı, sonra apostrof. 44-cü sual. 1-də this-dən sonra tək olmalıdır. Fikir verin, writers veriblər. Bax, yəlikdə dediyim kimi çətinlik çəksiniz, apostrofu tuturuq. This-lə tək olar, writers cəmdədir, səhvdir. Children-a S artırıblar, səhvdir. That-lə tək olar, mən sözü təkdədir, təklər apostrof S. Soyadıdan qabaq D artiklı gəlirsə, soyad cəmlənir S-lə və S-lə cəmlənən isimlərdə S-dən sonra apostrof qoymaqla yəliyalda olur. Doğru cavab 2-3 Y. 45 cəmdə olan isimlər A-da world pozur, B-də spade sözü tək, C-də news, advice tək, D-də mail, traffic tək, Y variantı. Fit, kökdən cəmlənib, police topluda həmişə cəm, Caesars həmişə cəm. 46-da isə tək isimlər. A-da oxen cəmdədir, C-də bags və boxes cəmdə, Y-də mice cəmdə, D-də shirts və balls cəmdə, B variantı. Juice, milk, flour. 47-ci sual. Mürəkkəb isimləri soruşur. Seaside 1, schoolmate 4, doğru cavab D. Digər variantlara baxaq. Disagreement xeyr, mürəkkəb deyil, ümumiyyətlə düzəltmədir. Brotherhood da həmçinin, certificate də həmçinin, onlar mürəkkəb deyil. 48 cəm isimlər. Economic sözündəki S sizi allatmasın. Elm fən adları təkdədir. Women kökdən cəmlənib, policemen mənin cəmi kökdən və Caesars 2, 3, 4, B. 5-də də waitress sözün sonunda 2 S varsa təkdədir. Bu Caesars kimi sözlər var da, sonunda S olur. 2 hissədən ibarət isimlərdir. Onlar həmişə cəmdədir. Trousers, Caesars, glasses kimi. 49 mürəkkəb isimlər. Under, ground, pen, killer, A variantı.
Tsunami təkdədir, sadə sözdür. Collection düzəltmədir, mürəkkəblər 1-3. 50 tək isimləri soruşur bizdən. A variantında gifts pozur, B variantında carrots pozur, C doğru, D-də goods pozur, Y-də isə bed sıran pozur. Doğru cavab C. 51 isimlərin sırası dry, quru, happy, xoşbəxt, foolish, axmaq, wet, yaş, nəm. Doğru cavab D. Heart, ürək, film, desert, səhra. 52 cəm isimləri soruşur bizdən. 1, 4 çox asan bir sual. People sözü cəmdə, insanlar, oxunda, oxun cəmidir. 53 tək isimləri soruşur bizdən. A variantında leaves, yarpaqlar, B-də geese və feet. Şipi götürmüş, şip onsuz təkdə də şipdir, cəmdə də şipdir. C-də goose, scarf tək, news sözündə S olsa da təkdədir C. D variantında rings sonunda S var, Y-də glasses sonunda S var. 54 tək isimlər. Bir dəqiqə. Və tək isimləri tapmalıyıq. A variantında shoes pozur, B-də ears pozur, C variantında children pozur, Y-də scissors. Artıq scissors sözü neçənci dəfədir işlənir. O həmişə cəmdədir. Doğru cavab D variantı. 55-ci sual mürəkkəb isimlər. Master, peace. Sanda, storm. Watermelon. 1, 5, 6, Bakı. Catalog sözü pozur, government sözü pozur, düzəltmədir və achievement sözü pozur. Çoxdur test. İsim bölməsində 190 test var. Mən onun hamısını izah edib yerləşdirsəm, video çox uzun ola bilər. Ona görə bir testdə izah eləyəcəm, bir səhifədə test izah eləyəcəm. Videolar qısa-qısa olsun. 55, bizə 56-cı sual lazımdır. 56. Cəm isimlər. News sözü təkdədir. Goods həmişə cəmdir, sonunda S var. Poultry toplu isimdir. Toyuq, cücə, ev quşları və police toplu isimdir. 2, 6, 7, A. 77-ci sual, yəliyal. 1 doğrudur, fikir verin. A week təkdə və apostrof S, rest, bir həftəlik iclas, istirahət. 2-də Mark Twain apostrof S-dən sonra isim gəlməyib, baxın, my əvəzliyi gəlibdir. O is my favorite writer-dır. 3-də D artiklı ilə soyad cəmdə olur və apostrof. Deyə bilərsiniz ki, isim yoxdur, nə üçün düzdür? Az öncə izah elədim başqa bir sualda. At the Browns, Brownlarda yer zərfliyi funksiyasında işlənir və yəli idi. 1-3. 4-də broken, fe'li sifət gəlib, deməli has broken-dur, sildi. 5-də də the boy's bike, oğlanın velosipedi. 1, 3, 5, A variantı. 58-ci sual, yəliyal. Yəliyalda dediyi nə olmalıdır? Apostrof S-dən sonra isim olmalıdır. Baxın, məsələn, 5-ciyə. World's wonders. Dünyanın möcüzələri. Məsələn, 5 düzdür. 4-də isim gəlməyib, bax, article gələndə silirik. 2-də fikir verin, deyə bilərsiniz ki, isim gəlməyib, bax, old gəlib, amma sonra isim var da. Sifət isim olanda da o birləşmədir. Əslində belədir də. The Smiths foto. Smithslərin köhnə fotosu. 2. 1-də has learned sildi. Bəs görək 3 niyə düzdür? Axı isim gəlməyib. O da az öncəki testdə də dedim. At my friends, dostumgildə, at my uncles, dayımgildə bu tipli ifadələr yəliyə sayılır. 2, 3, 5, Y variantı. 59. Yenə apostrof S-dən sonra isim axtarırıq. Diana spent, has spent. Fred's won, has won. My son's going, is going. Y-də də it is'dir. B. Diana's answer. Diana'nın cavabı. 60-cı sual, isim gəlməlidir. Today's newspaper, bugünün qəzeti. A, görə digər variantlar niyə səhvdir? B-də very gəlib, is very, it is,
is going, has got. 61-ci sual, yenə isim axtaracağıq. Qızın answer cavabı doğrudur. A month's holiday, bir aylıq tətil doğrudur. 3-də ümumiyyətlə yəli yoxdur. 4-də də is readingdir. Doğru cavab 1-2. 62-ci sual tək isimləri soruşur. Trousers cəm, police cəm, mouse, mice olub cəm, progress həmişə tək, news həmişə tək, 2, 3A. 63. Yəli al, isim gəlməlidir. A variantı. Mary's speech, Mary'nin nitqi. B variantında fond söz ifadədir. To be fond of, xoşlamaq. Has got, is going, is the. A. 64. Cəm isimləri tapmalıyıq. A-da knife tək, B-də baby tək, C-də person information tək, D-də food tək. Y variantı. Good həmişə cəm, food fit olub, louse da lice olub. 65-ci sual. Belə testləri görək necə tapırıq. Advice sözü sayılmır. Sayılmayan ismin qarşısında en artiklı verə bilmərik. Çünki en bir deməkdir. İsim də sayılmırsa onun qarşısında bir say ola bilməz axı. Advice sayılmayan isim cəmlənməz. Qarşısında 2, 3 digər sayılar işlənməz. A. Some good news. 66-cı sualdır. Oxşar sualdır. Information sayılmırsa onun qarşısında en artiklı say işlədə bilmərik. Həmçinin cəmlənə bilməz. Doğru cavab B. 67 yəli al. Necə demişdim? Apostrofu tuturuq oxens. Oxens sözü yoxdur. Apostrofu tutduq ships sözü yoxdur. Apostrofu tutduq elephants. Bir cəm isimdir. İsim S-lə cəmlənirsə apostrof, əla. Baxırıq, diyə sözü, bəli, təkdə də diyədir, cəmdə də diyədir, hər iki halda apostrof S doğru. Baxaq, children sözü kökdən cəmlənir və onların yəli apostrof S-lə düzəlir, doğru. 3, 4, 5, C. 68-ci sual, yəli al, yenə baxın, mənə S artırıblar. Giysiz, giysiz sözü yoxdur axı. Sözün özü olmalıdır, giys, apostrof S olmalıdır. Bəli, mice sözü kökdən cəmlənib apostrof S. Children kökdən cəmlənib apostrof S. Birds da S-lə cəmlənir. S-lə cəmlənənlərdə sadəcə S-dən sonra apostrof artırırıq. Doğru. 2, 4, 5, C. 69-cu sual. Mənə S artırıblar. Olmadı ki. Və 3-də soyaddan əvvəl D gələndə soyad cəmlənməlidir axı. Amma brown sözü The brown təkdədir, ona görə səhvdir. 5-də FU-dan sonra isim cəmdə olaraq week sözü təkdədir. Səhvdir. S sonra apostrof olmalıdır. Children apostrof S-lə düzəlir. Doğru. 4-də də to-dan sonra cəm olar. Month sözü cəmdədir. Əla və S-dən sonra apostrof. 2, 4, D. 70. Soyaddan əvvəl D olanda soyad cəmlənməli idi. Ona görə də səhvdir. Baxırıq, children-a S artırıblar, səhvdir. FU-dan sonra cəm isim gələr, yer təkdədir, səhvdir. 3-dən sonra cəm isim gələr, cəmdədir, S və sonra apostrof artırırıq, isim S-lə cəmlənirsə. Mən də apostrof S-lə olur, doğru cavab 3, 4, C variantı. Və 97-yə qədər də izah eləyək, yekunlaşdıraq. Yox, 70-ci sual. Video çox uzun ola bilər belə halda. Və bir səhifədə izah eləyim. 71-ci test. FU ilə cəm olar, D təkdədir. Mənə S artırıblar, woman'a S artırıblar, səhvdir. E artiklı ilə təksim, months, təklər apostrof S, today-dəki həmişə apostrof S-lə düzəlir, A variantı. 72-ci sual, yəli olan cümlə, həm it's pozur, həm də ki 5-dan sonra cəm olar, minute təkdədir. Mrs. Smith's children, əla, xanım Smith'in uşaqları. Soyadın qarşısında D olanda soyad cəmlənməlidir, amma Ford təkdədir, səhvdir.
Women apostrof S-lə düzəlir. Əla. Qəbələnin waterfalls, şəlalələri, əla. 2, 4, 5, C. 73 cəm isimləri tapmalıyıq. A variantında fönükə, business pozur. B-də physics, ox pozur. C-də news söz həmişə tək. D variantında goose, gis olardı. Y variantı glasses, closed. Cəmdə mice-la mouse-un cəmidir. 74 cəm isimlər economics sözü təkdə, goose sözü təkdə. B-də jeans cəm, feet, footun cəmidir. Poultry-də ev quşları həmişə cəmdədir, topludur. C-də news, woman. D-də progress, tools. Y-də də politics, mouse sıranı pozur. 75, yəli al. Bir ona görə səhvdir ki, soyaddan öncə D olanda soyad cəmlənməli idi, amma Smith təkdə verilib. 4-də children S artıra bilmərik. Doğru cavab 2, 3, 5. İzah eləyim nə üçün. 2-də bir dənə çantanı göstərir. Deyir ki, is neither Tom's nor Mary's. Bu nə Tom'un, nə də Mary'nin çantasıdır. Bəzən uşaqlara iki çətin olur. Fikirləşirlər ki, əgər həm Tom'a, həm Mary'yə apostrof S artırıblarsa, nə üçün back təkdədir? And versəydi, Tom's and Mary's, o zaman backs ola bilərdi. Amma burada neither nor olanda, either or olanda seçim verir deyə isim təkli ola bilər. 3-də at ends, Angil'də, at the butchers, at satanda, yəni cümlənin sonlarında apostrof S-li isim yer zərfliyi funksiyasında işlənirsə, onları biz yəli götürürük. 76. Children-a S artırıblar. Səhvdir. 3-də də baxın D. Soyaddan sonra, D-dən sonra soyad cəmdə olmalıdır, amma black təkdədir. 2 düz Mr-lə tək, Smith tək, təklər apostrof S. David tək, təklər apostrof S. Uncle tək, təklər apostrof S. Y. 77-ci sual. Women-ə S artırıblar. Səhvdir. D artiklı ilə soyad cəmdə olmalıydı deyə 3 səhvdir. 2. Mrs. Brown təkdədir, apostrof S. Hairdressers, butchers, bakers kimi sözlərdə apostrof S-lə düzəlir. 2, 4, A. 78-ci sual. 3-də got gəlib, has got. 4-də going gəlib, is going. Bir düzdür, D ilə soyad cəmdə olur. S və apostrof, the Brown's country cottage, Brownların kəndevi və at her aunt's, xalası gildə 1, 2, C. 79. Bir niyə səhvdir? Çünki soyaddan əvvəl D gələndə soyad cəmlənməli idi, təkdə veriblər. 2-də children-a S veriblər, səhv. 3 düzdür, men və women sözləri apostrof S-lə düzəlir. 4-də də John-a da apostrof S, qardaşına da apostrof S. Hərəsinin ayrı-ayrı kostyumları var. Kostyumlar da suits cəmdədir. 3, 4, B. 80-ci sual. Bir doğru, to ilə cəm olar, miles cəmdə. 2 səhvdir, D ilə soyad cəmdə olmalıdır, amma Sandford təkdə. Children-a S artıra bilmirik. 4-də student sözü S-lə cəmlənib, S-lə cəmlənənlər S-dən sonra apostrof. 5-də də ship, apostrof S-lə düzəlir. Doğru cavab 1, 4, 5, A. 81-ci sual. 1-də D artiklı ilə soyad cəmdə olmalıdır. Brown təkdədir, səhvdir. Women-ə S artıra bilmirik, səhvdir. 2. 3 ilə cəm olar, days cəmdə və S-lə cəmlənənlər apostrof. Teachers cəmdə S-lə cəmlənənlər S-dən sonra apostrof və D sözü də apostrof S-lə olur. 2, 4, 5, C. 82-ci sual. 1-də a month, bir aylıq doğrudur. E ilə tək olar, month təkdədir. 2-də 5 ilə cəm olar, amma baxın D sözü təkdədir. Onda 3 düzdür. 5 ilə cəm, years cəm və S-lə cəmlənənlər apostrof. 4-də baxın, N-dən sonra tək olar, hours sözü cəmdədir, səhvdir. 5-də də E ilə tək olar, fortnight təkdə, təklər apostrof S-lə 1, 3, 5, C. Və sonuncu 83-cü sual. 7-lə cəm olar, days cəmdədir, doğru. E artiklı ilə tək olar, week təkdə və təklər apostrof S-lə doğru. 3-də E artiklı ilə tək olar, fortnights cəmdədir, səhv.
4-də tu ilə cəm olar, mans təkdədir. Səhv, 5-də eynən tək olar, yer sözü təkdə, apostrof s, 1, 2, 5, y variantı. Demək, isim bölməsi 190 sualdan ibarətdir. İlk 83 sualı izah elədim. Növbəti videoda da 84-dən 190-a qədər sualları izah eləyəcəm.